Bir gün Əli əleyhissalamdan soruşurlar, deyirlər, ya Əli, ya əmirəl müminin, dünyanı necə görürsən, dünyanı necə vəsf eləyirsən? Həzrət buyurur ki, mən bu dünyanın nəyindən danışım? Bunun haqqında nə deyim ki? Və fi halaliha hisabun və fi haramiha iqabun. Bura bir yerdir ki, halalının hesab kitabı var, haramının da əzabı var, cəzası var. Yəni, halaldan qazanıb, hara verib, hardan qazandığın sorğu sualı olacaq. Əgər onu haram da eləmisənsə, onun cəzası var. Mən bu dünya barədə nə deyim, nə danışım? Dünya səni bir gəl-gəl deyə bilər. Onun o gözəlliyi, zinəti səni anlada bilər. Amma bir də görərsən elə bir yerdə büdrəmisən, o gözəllik, camal səni çəkib aparıb, baxıb görsən, baxar kör olmusan. Gözün görməyib, sən o cür gözündə qiymətləndirmisən, gözündə böyütmüsən, amma bu nə gördüyün kimidir, nə hiss etdiyin kimidir.